pediatr olaraq hər bir anaya çağırışım budur. Körpənizə verə biləcəyiniz ilk və ən dəyərli hədiyyə ana südüdür. Çünki ana südü təkcə qidalandırmır, qoruyur, inkişaf etdirir və sağlam gələcəyin təməlini qoyur. Ana südü ilə qidalanma, həmçinin sağlam bağırsaq mikrobiotasının formalaşmasında, allergik xəstəliklərin qarşısının alınmasındakı rolu da əvəzsizdir. Ana südü yolunda ananın yanında olan, ona güvən və dəstək verən bütün atalara da buradan öz təşəkkürümü bildirirəm. Kritik vəziyyətdə olan yeni doğulmuşlar üçün ana südü qidalanmadan daha artıq məna daşıyır. O, infeksiyadan qoruyan, bağırsağın yetişməsini dəstəkləyən, sağalma tezliyini artıran mühüm terapevtik vasitədir. Biz çox vaxt ana südünü əmizdirmə ilə əlaqələndiririk. Halbuki intensiv terapiya şöbəsində müalicə alan kritik vəziyyətdə olan yeni doğulmuşlar üçün ana südünün dəyəri onun necə verilməsində deyildir. Onun bioloji gücündədir. Ana südü əmizdirmə ilə, butulka ilə, oraqastral və ya nazogastral zondla və ya qastrostoma ilə verilə bilər. Lakin hər bir damla süd körpənin immun müdafiə, böyümə faktoru və həyat şansı qabiliyyətini artırır. İntensiv terapiya şöbəsində müalicə alan, kritik vəziyyətdə olan yeni doğulmuşlara ana südünü dəstəkləyən və ona təbliğ edən bütün tibb bacılarına təşəkkür edirik. Kritik vəziyyətdə olan uşaqlar üçün ana südü sadəcə qida deyildir, həyat qurtaran müalicənin ayrılmaz hissəsidir. Hər yeni həyat bir möcüzədir. Lakin bəzi körpələr həyata vaxtından əvvəl gəlir və onların ilk mübarizəsi doğulduğu andan başlayır. Bu həssas dövrdə ana südü sadəcə bir qida deyil, o həyatının özü, ilk müdafiə və müalicəsidir və körpənin inkişafının təməlidir. Bir neonatoloq olaraq inanıram ki, ana südünü qorumaq, dəstəkləmək və təşviq etmək hər birimizin ortaq məsuliyyətidir. Ana südü ilə qidalanma seçən və bu yolda əzmlə davam edən bütün analara, eləcə də onları dəstəkləyən ailə üzvlərinə dərin təşəkkürümü bildirirəm. Gəlin birlikdə çalışaq ki, hər bir körpə bu əvəzsiz nemətdən faydalana bilsin. Bilməliyik ki, hər damla ana südü bir körpənin sağlam gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Xüsusilə də az kütləli uşaqlarda ana südü optimal qidalanmada, çəki artımında, böyümə, inkişaf və qorunmada əvəz olunmaz qidadır. Mən bir həkim kimi körpəsini ana südü ilə qidalandıran, sağlamlığına sevgi, səbir və fədakarlıqla yanaşan bütün analara təşəkkürümü bildirirəm. Bilməlisiniz ki, ana südü ilə verdiyiniz töhfə tək uşaqlarınızın sağlam gələcəyi deyil, həmçinin də biz həkimlərin gördüyü işə böyük dəstəkdir. Gəlin bu yolda analarımıza yanında olaq, ana südünü qoruyaq və birlikdə gələcək quraq.